Hörmətli izləyicilərimiz, biz Çanakkala restoranındayıq və sizə məlumat verdiyim üçün o biri videolarında. Çanakkala restoranın içində balaca bir gölməçə var və gördüyünüz kimi su, çox gözəl akustikası var. Gölməçə bizim qədim deməli ki, su qablarımızın içindən axır. O bizim qədim əşyalarımızdır. O çox gözəl deməli ki, akustikası, dekorasiyası var. İçəridə də balıqları üzür. Çox gözəl rengarenk balıqlardır. Dekorasiyası güllər də qoyulub. Havası çox möhtəşəmdir. Ən çox xoşladığım bir restoranda nə idi? Yeməkləri çox möhtəşəmdir və bu yerlərin ümumiyyətlə akustikası, dekorasiyası xoşuma gəlir. Əsasən də baxa bilərsiniz, uşaq şalvarıdır, elə bir uşaq oturub və içərisində gül əkilib. Çox möhtəşəmdir və burada deməli ki, xına, ad günləri keçirmək olar. Yeməklər də möhtəşəmdir. Məsləhət görürəm, əgər siz vaxtınızı səmərəli, əyləncəli və ən əsası yay tətillərində, yaz tətillərində, yayda, yazda çöl havasına keçirmək istərsinizsə, buyurub gələ bilərsiniz. Çox sağ olun.